Salam dəyərli şagirdlər, hər vaxtınız xeyir. Deməli, 13-cü sualda verilib ki, bu ifadədən x-i bizə tapın. İlk öncə ifadəyə gəlin baxaq. 4-ün üzərinə həmin bu ədədi gəlib 7-ni alıb, düzdürmü? Deməli, bu həmən verilən böyük ifadə nəyə bərabər olmalıdır? 3-ə. Çünki 4-ün üzərinə 3 gəlib 7-ni almışam da. Yəni, bu böyük bir ifadə verilib ha. 12 bölünsün 2 plus 16 bölünsün 5 plus 6 bölünsün x minus 9. Həmin bu ifadə deməli 3-ə bərabər imiş. 4 üzərinə gəlinsin 3, 7. Və buradan 12-ni nəyə bölsəm 3 alıram? Təbii ki 4-ə. Onda bu verilən böyük ifadə var ha, o 4-ə bərabərdir. 2 plus 16 bölünsün 5 plus 6 bölünsün x minus 9. Nəyə bərabərdir? 4-ə. Çünki 12-ni 4-ə böldüm, 3 aldım. Və diqqət etsək, 2-nin üzərinə nə gəlsəm 4 edir? Təbii ki 2. Onda bu ifadə 2-yə bərabərdir. 16 bölünsün 5 plus 6 bölünsün x minus 9 bərabərdir 2. Hə, 16-nı bəs nəyə bölsəm 2 alaram? Təbii ki 8-ə. Onda 5x plus 6 bölünsün x minus 9 da nəyə bərabərdir? 8-ə. Düzdürmü? Bu 5-dir. Onda 5-in üzərinə neçə gəlsəm 8 eləyir? 3. Və təbii ki, bu ifadə deməli nəyə bərabər imiş? 3-ə. 6 bölünsün x minus 9 bərabərdir 3-ə. Buradan alıram ki, 6 bərabərdir. Məxrəci vursaq 3-ə. Edəcək 3x minus, deməli 3x minus 27. Buradan da 3x bərabər olacaq 33-ə, x olacaq 11. Deməli, cavabımız olacaq Y variantı.